hər bir panik atak deyil. İmtahana hazırlaşmaq sizə çətin gəlir. Bu deməkdir ki, artıq sizdə təşvişli düşüncə tərzinə müdaxilə etmək lazım olacaq. Niyə görə bütün insanlar eyni vəziyyət qarşısında fərqli cür hərəkət edə bilərlər? Düşünsək ki, hal-hazırda təhlükə var, təbii olaraq həyəcan yaranacaq və bu normaldır. Və mən dərmanı içməmişəm, deməli təhlükə bugün aktualdır. Bu fikirlərdən qurtula bilərik. Hər birinizi xoş gördük, salamlayıram sizi. Bizim bugünkü mövzumuz cəmiyyətdə hal-hazırda çox aktual sayılan bir mövzudur. Söhbət təşviş və həyəcandan gedir və nə qədər də olsa insanlar uzun müddət bu hissdən qurtula bilmədiyi təqdirdə bütün həyat keyfiyyəti aşağı düşür. Həm iş yerində, həm şəxsi münasibətlərdə daim gərginlik, narahatlıq yaşanılır və ümumiyyətlə əgər təşviş varsa, bu deməkdir ki, insan bugününü deyil, sabahı barəsində daim şəkildə düşünür və mənfi istiqamətdə, yəni bu dağıdıcı bir hiss olaraq insanın bütün həyatını sanki məhv etməyə qadirdir. Odur ki, əziz xanımlar və bəylər, təşviş və həyəcandan narahat olursa, sizi mən, Samirə Rəhimova, klinik psixoloq, sistemli ailə terapevti üzrə mütəxəssis təlimçi, bugünkü mövzunu diqqətlə dinləməyə dəvət edirəm. Bugün biz sizinlə təşviş və həyəcanın yaranma səbəbləri barədə danışacağıq. Ümumiyyətlə, normal təşvişdən fərqli olaraq insanın düşüncə tərzində əgər artıq təşvişli fikirlər formalaşarsa və bu nə zaman kliniki duruma gətirib çıxara bilərsə, bu barədə sizə məlumat verməyə çalışacağım. Heç bir vəziyyətlə əlaqəli olmayan, qəfil yaranmış bir panika hissi varsa, bu əlbəttə ki, panik pozuntuya işarədir. Lakin qeyd etmək lazımdır ki, hər bir panik atak deyil. Yəni, ola bilər ki, siz nəsə barədə əgər davamlı narahat olursunuzsa, düşünürsünüzsə və əgər heç bir tədbir görülmürsə, gələcəklə bağlı hər hansı bir qeyri-müəyyənlik varsa və siz vəziyyətə uyğun olaraq narahatlıq yaşayırsınızsa və bu narahatlığın fonunda qəfil panik durumlar yaranırsa, bu təşviş həyəcan pozuntusunun fonunda yaranmış panikadır. Lakin panik atak pozuntusu əslində heç bir vəziyyətlə əlaqəli olmayan bir proses kimi görünə bilər. Yəni, sanki oturduğum yerdə heç nə haqqında düşünmürdüm, uzanırdım, yatmağa hazırlaşırdım və yaxud ki, parkda gəzintidə idim və bu zaman mənə qəfil panik pozuntu əlamətləri yaranır və insanlar əslində panik atak zamanı edə biləcəklərini edirlər, lakin bu onlara çox vaxt kömək olur. Niyə? Çünki ən birinci siqnal nədir? Mənə kömək lazımdır. Mənim vəziyyətim xarabdır. Mən indi dəstək və yardım axtarışındayam. Çalışıram özümü müdafiə edim. Ya dərhal dərman içirəm, ya dost-tanışa zəng eləyirəm. Ətrafımdakı insanları çağırıram ki, vəziyyətim ağırdır. Və bu, sanki əlamətləri susturmaq üçün bizdə olan bir reaksiyadır. Ən azından biz başa düşsək ki, panik atak zamanı insanda fizioloji reaksiyalar, yəni ürək döyüntüsü, adrenalin səviyyəsinin artması və bu hormonal fonda olan gərgin bir narahatlıq bizim somatik əlamət olaraq qiymətləndirilir. Bu zaman əzələ gərginliyidir, nəfəs darlığıdır, ürəyin bulantısıdır, baş gicəlləməsi, gözlərin qaralması, insan artıq bu əlamətləri susturmaq üçün sanki köməyə çağırırsa kimisə, bu kömək olmayacaq. Niyə görə? İndi bunu izah edəcəm sizə. Çünki bu vəziyyətdə bizim psixikamız əlamətlərə görə yeni bir reaksiya, yeni bir məlumat əldə edir ki, sanki əgər mən kömək axtarıramsa, deməli, həqiqətən də təhlükə var. Yəni, siz əgər uzun müddət panik atak pozuntu zamanı hər hansı bir medikamentoz müalicə alırsınızsa, bu dərmanlar bir müddət sizin əlamətlərinizi əlbəttə ki, bir qədər sustura bilər. Lakin o dərman içmək artıq o deməkdir ki, mənlə nəsə vəziyyət yaxşı deyil və mən ona görə də dərmandan asılıyam. Artıq bu informasiya bizim beynimizə düşür, orada cücərir və başlayır böyüməyə.
və bir müddət əgər nəzərə alsaq ki, eyni dərmanları qəbul etmək artıq tədricən öz təsirini itirməyə doğru gedir. Bir gündə əgər biz özümüzdən dərmanı götürməsək, unutsaq, içməsək, artıq bizim beynimizə həkk olunmuş həmin o fikir var ki, mənimlə nəsə vəziyyət yaxşı deyil, ona görə mən dərmandan asılıyam və indi mən dərmanı içməmişəm, deməli təhlükə bugün aktualdır. Mənimlə nəsə baş verə bilər. Artıq bu fikir özü-özlüyündə həmin o bu təşviş həyəcanı nə edir? Stimullaşdırır. Və istənilən trigger, kiçik bir küləyin əsməsi, baş gicəllənmə artıq bu təşviş həyəcanı biraz da böyüdür, qabardır və insan dərhal kömək axtarır və kömək axtardığı halda da artıq ikinci dərəcəli həyəcan başlayır ki, insanlar, mənim vəziyyətim xarabdır və ölüm qorxusu o da bir səbəb deyil, bir əlamət kimi formalaşır bütün bu fonda və insan başlayır artıq öz sağlamlığı ilə əlaqəli qorxuya düşməyə. Panik atak sağlamlıq qorxusu ilə bağlı deyil. Əslində onun səbəbi bir qədər daha dərindədir. Bundan öncə dediyim kimi psixoloji səbəblər var ki, insanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyi yaşadığı təqdirdə həmin o əlamətlər bir müddət sonra özünü göstərir və bu vəziyyət nəsə baş verə bilər, təhlükə yaşanıla bilər. Bu kimi hallar artıq bu təşvişi generalizasiya edir. Həmin vaxtı, bax dediyimiz bu əlamətlərə görə insanda ölüm qorxusu yaranır. Mənlə nəsə yaxşı deyil və mənim həyatım üçün bir təhlükə var. Və bu zaman nə qədər siz təcili yardım çağırsanız da, nə qədər başqa insanlardan kömək istəsəz də, panik atak keçmir. Əksinə daha da güclənir. Və nə etmək lazımdır? Mən sizə əslində bir neçə terapevtik üsulları bugün təqdim etmək istəyirəm və ümumiyyətlə insanlar özlərinə anında belə bir həyəcan, belə bir narahatlıq yaşadığı məqamlarda nə cür köməklik göstərə bilərlər, nə cür təcili yardım texnikasını belə istifadə edə bilərlər. Bu barədə danışacağım, amma aydın məsələdir ki, bu əlamətlərlə işləmək deyil, daha çox çalışmaq lazımdır, onları yaradan səbəbləri araşdırmaq və bunun üçün də yaxşı olar ki, insanlar fərdi şəkildə psixoloji diaqnostikaya müraciət etsinlər ki, mənim hal-hazırda düşüncələrimdə nə kimi fikirlər dolaşır ki, hansı məsələlərə mən aydınlıq gətirə bilmirəm öz düşüncəmdə ki, məndə bu kimi təşviş elementləri formalaşır və mən bunu sonlandıra bilmirəm. Mən indi hal-hazırda təşviş əlamətləri ilə sanki mübarizə aparıram və mən nə etməliyəm axı ki, bu təşviş əlamətləri ümumiyyətlə yaranmasın. Və bəli, həmin o məsələlərə aydınlıq gətirmək lazımdır, həmin narahatlığınızı sonlandırmaq lazımdır ki, öz düşüncələrinizdə nöqtəni qoymalısınız ki, gələcəyə rahat şəkildə addımlayasınız. O zaman panik atak elementləri əlbəttə ki, keçəcək, təşviş, həyəcan pozuntusu unudulacaq ta o vaxta qədər ki, siz bu problemləri öz düşüncələrinizdə həll edəcəksiniz. İndi keçək birinci o təcili yardım texnikaları, çünki istər-istəməz insan anında özünə köməklik göstərməsə, başqa insanlardan, dərmanlardan daimi şəkildə asılı vəziyyətə düşsə, bu elementlər, panik hücumlar, təşviş, həyəcan elementləri daimi şəkildə insanı həyatı boyu müşahidə edəcək və itməyəcək, əksinə daha da böyüyəcək. Problem dərinləşdikcə aydın məsələdir ki, bu əlamətlər daha da gözə çarpan olur. İnsan hətta belə deyək də, başqa bir məkanda belə olduğu təqdirdə, evdə tək qaldığı təqdirdə, fərq etməz, daimi şəkildə öz sağlamlığı ilə bağlı və yaxud da ki, yaxınlarının sağlamlığı ilə bağlı daimi narahatlıq yaşaya bilər.
Beynəlxalq xəstəliklərin təsnifatında eyni zamanda sosial təşviş pozuntusu da var ki, qeyd etdiyim kimi insan müxtəlif vəziyyətlərdə diqqət mərkəzində olduğu təqdirdə ictimai belə deyim, aktivliyini artıra bilmir. Yəni hər hansı bir məsələ ilə bağlı danışmaq qorxusu yaşaya bilər, yeni insanlarla tanışlığa heç cürə başlamaya bilər, ictimai yerlərdə nəsə yemək, istirahət etmək kimi narahatlığı duya bilər. Çünki artıq bu sosial təşviş pozuntusu bir sosial fobiya olaraq insanın daimi şəkildə müşahidə edir. Bu da bir pozuntudur. Bunun üzərində ayrıca işləmək lazımdır. Eyni zamanda aqorafobiya var. Yəni ictimai yerlərdə, açıq yerlərdə insan misal üçün ictimai nəqliyyatda, hər hansı bir insanların çox olduğu bir yerdə daimi təhlükə gözləyir sanki və buna görə də misal üçün çölə çıxmaq təhlükəsi yaşaya bilər, tək harasa getmək həyəcanını yaşaya bilər və bu zaman insan köməksizlikdən sanki mənə heç kim kömək etməyəcək və yaxud da ki, mənim əgər küçəyə çıxsam, birdən halım xarab olsa, təzyiqim yüksəlsə, mənə kim kömək edəcək, yanımda heç kəs yoxdursa və yaxud da ki, çox insan olan yerdə nəsə baş versə, mən hansı vəziyyətə düşə bilərəm, təcili yardım vaxtında gəlib çata biləcəkmi bu məkana, bu fikirlər kimi insanın təşvişini artırır. Digər spesifik fobiyalar var ki, onlar da bu sıraya aiddirlər. Eyni zamanda ayrıca separasiya adlanan, yəni ayrılıqla əlaqəli təşviş pozuntusu. Bu da misal üçün də hər hansı bir insandan emosional asıllıq yaradan bir vəziyyətdir. Çox vaxt ailə həyatında doğma insanlar arasında yaranmış mübahisələrin kökündə duran səbəblərdən biridir ki, insan təşvişli münasibət modelini formalaşdırır. Daimi şəkildə yaxınlarını itirmə qorxusu yaşayır. Bu, valideyn-övlad arasında olan münasibətlərdə də özünü göstərə bilər, eyni zamanda kişi-qadın münasibətlərində də. İndi isə keçək həmin o təcili yardım texnikalarına ki, insan özü-özünə köməkliyi nə cür göstərə bilər? Birincisi, ürək döyünməsidir. Yəni, adrenalin səviyyəsinin artması ona gətirib çıxarır ki, insanda ürək sanki yerindən çırpınır. Digər bir halda bizim nəfəs darlığımız yaranır. Yəni, insan başlayır sürətli nəfəs almağa. Bu zaman insanın bütün bədən əzələlərinin gərginliyi artır. Yəni, bu bir müdafiə mexanizmi olaraq sanki təhlükəyə hazır bir vəziyyəti əks etdirir və eyni zamanda insana bədən temperaturunu tənzimləmək belə çətin olur. Artıq ya insana istilik gəlir, ya soyuq tər gəlir. İnsan başa düşmür, nə etsin ki, bu vəziyyət aradan qaldırılsın. Və bu zaman bizim özümüz üçün ən yaxşı etdiyimiz nə ola bilər? Birincisi, diqqətimizi bir başqa istiqamətə yönəltmək. Çünki bizim psixikamız reallıqda nəyin doğru, nəyin yanlış olduğunu özü ayırt edə bilmir. Yəni, bizim reaksiyalarımız yaranmış təhlükə fonunda bu cür özünü göstərir. Beynimizdə yaranmış fikirlər həmin bu hissləri formalaşdırır və bu hisslərə əsasən biz davranışımızı formalaşdırırıq. Yəni, nə edəcəyimiz barədə qərar qəbul edirik. Qalxımmı, oturummu, vurummu, qaçımmı? Yəni, bu artıq davranış modeli bizim emosional durumumuzdan asılı olur. Niyə görə bütün insanlar eyni vəziyyət qarşısında fərqli cür hərəkət edə bilərlər? Çünki hər bir insan fərqli cür düşünə bilər. Və bu zaman ən çox yayılmış, belə deyək də, ən doğru metoda olaraq təşviş həyəcan pozuntusundan əziyyət çəkən insanlarla ən doğru terapiya metodu məhz koqnitiv davranış terapiyasıdır. Biz düşüncələrimizə aydınlıq gətirməliyik ki, daxilimizdə yaşanılan bütün hisslər yaxşılığa doğru dəyişsin. Yəni, bu demək deyil ki, təşviş həyəcan pis bir hissdir. Bu təbii reaksiyadır. Bax, istəyirəm bunu tam olaraq sizə aydın olsun ki, təşviş və həyəcan pis bir hiss deyil. Əksinə bizi qoruyan bir mexanizmdir. Amma o təşvişi yaradan fikirlər bizim idarə etmə altındadır. Biz düşüncələrimizi
istiqamətini dəyişə bilərik. Biz düşünsək ki, hal-hazırda təhlükə var, təbii olaraq həyəcan yaranacaq və bu normaldır. Və əgər biz düşünürüksə ki, bax, düşüncəmizin istiqamətini dəyişərək psixikamızı aldatmağa nail olsaq, bu zaman, həmin anda, yəni qəfil yaranmış təşviş əlamətləri bizi qorxuya salmasın deyənə, biz diqqətimizi yayındırsaq, bu fikirlərdən qurtula bilərik. Nə etmək lazımdır? Birincisi, ən doğru məsələ texnika, yəni diqqəti yayındırmaq. Heç olmasa gözünüzü bağlayırsınız, ən birinci nəfəs texnikasından başlayırsınız, çünki nəfəs darlığı artıq yaranır, insan sanki oksigen çatışmır, pəncərəni aç, havanı alım, nə bilim, mənə hava çatışmır kimi hallar yaşanırsa, düzgün nəfəsi tənzimləmək lazım olacaq. Burada bir neçə texnika var. Qeyd etdiyim kimi, mən sizin üçün ayrıca slaydlar hazırlamışam. Harada ki, siz özünüz bu texnikalardan sonradan da bir praktik məşğələ edib onları tətbiq edə bilərsiniz. Diafraqmalı nəfəs. Diafraqmalı nəfəsdə ümumiyyətlə həyəcan olan zaman bu texnikadan istifadə olunarsa, nə qədər də olsa insan daxilindəki həyəcanı sustura bilər. Ən azından bu əlamətləri siz azalda bilərsiniz. Bir əlinizi, yəni sinənizə qoyursunuz, bir əlinizi mədənizə və dərindən nəfəs alırsınız. Bu zaman ya rahat əyləşməlisiniz, ya da uzanmalısınız. Yəni bədən tam sərbəst bir vəziyyətə düşməlidir. Bununla yanaşı 4 saniyə nəfəsinizi dərirsiniz rahat şəkildə. Və çalışmalısınız bu zaman təbii ki, çiyinlər yuxarı qalxmasın. Mütləq şəkildə bunu nəzərə alın. Digər 4, 7, 8 nəfəs texnikası. 4-ə qədər sayanda nəfəsinizi alırsınız. 7-yə çatanda saxlayırsınız. 8 nəfəsinizi verirsiniz. Bax belə. 1, 2, 3. Və bu zaman diqqət yetirin ki, çiyinlər yuxarı qalxmasın. Yəni anında əgər həyəcan, təşviş əlamətlərini duyursunuzsa, ən birinci nəfəs texnikalarını tənzimləməlisiniz ki, haradasa əzələ gərginliyi azalsın. Digər bir texnika odur ki, nəfəsinizi dərəndən sonra diqqətinizi yayındırmalısınız başqa məsələlərə. Nələrisə saymaq, nələrisə görmək, nəyəsə baxmaq, uçan quşu izləmək, seyr etmək və yaxud da ki, beyninizdə 500-dən başlayırsınız və hər 30 belə deyək də, rəqəm azalda gedirsiniz. Bir qədər düşünməyə məcbur edəcək, çünki siz hesablamalısınız ən azından. Ona görə diqqətiniz yayınacaq. Dediyimiz kimi, bu kimi təcili yardım texnikaları əslində çoxdur. Elə əzələ gərginliyi zamanı da əgər siz hiss edirsinizsə ki, bütün bədəniniz artıq sıxılıb və bu zaman nəfəsinizə dərəndən sonra, diqqətinizi yayındırandan sonra bədəninizdəki olan o gərginliyi belə azaltmaq üçün. Əksinə, bədəninizi buz parçasına çevirib sonra boşaltmalısınız, yəni sərbəst buraxmalısınız. Ümumiyyətlə, əgər həmin an təşviş gəlibsə, o təşvişdən qaçmaq deyil, bu hissinizlə, bu həyəcanınızdan sanki dostlaşmağa doğru getməlisiniz. Bəli, indi mən həyəcanlanıram, həmin o əlamətlərdir ki, məni qəfil yaxalayır, amma mən bu əlamətlərdən qorxmuram, çünki reallıqda təhlükə yoxdur. Reallıqda bu hal-hazırda mənim beynimdə yaranmış fikirlərin məhsuludur və mən onları qəbul edirəm. Bəli, bu həyəcan var, amma təhlükə yoxdur. Ona görə mən nəfəsimi dərirəm, rahatlaşıram, daha sonra diqqətimi yayındırıram, daha sonra bədənimdəki o gərginliyi azaltmaq üçün əzələ məşğələləri edirəm. Bunun üçün də ayrıca texnikalar var. Mən hətta səhnə qorxusu yaşayan insanlar üçün də bu texnikaları ayrıca YouTube-da çəkmişdim, yəni paylaşılıb. Kimin üçünsə maraqlı olsa, yəni mənə yazsın və mən sizə bu məlumatları göndərərəm. Bütün bu video təlimatlar bir dərslik kimi məndə hazır bir vəziyyətdədir. Yəni əgər siz ümumiyyətlə insanlar qarşısına çıxış edərkən bu həyəcan elementlərini, əzələ gərginliyini yaşayırsınızsa ki, hətta danışıqda belə bu hiss olunur, özünü göstərir. Bu texnikalardan istifadə edə bilərsiniz. Video təlimat məndə hazırdır. Sadəcə mənə ayrıca yazın, sizə bu videolar göndərilsin. Praktik, belə deyək də, üsullar çoxdur əslində.
Lakin mən yenə də qayıtmaq istəyirəm. Məhz sizin üçün təşvişli düşüncə tərzindən və təşviş pozuntusundan ayırmağa kömək etməyə. Çünki adətən insanlar dediyim kimi qarışdırırlar, yaranmış bu durumu nə ilə əlaqələndirsinlər, bu bir pozuntudurumu, yoxsa bu sadə vəziyyətlə əlaqəli yaranmış adekvat bir reaksiyadırmı? Bunu nə cür aydınlaşdıra bilərsiniz? Əgər hal-hazırda hansısa bir məsələ ilə bağlı narahatlıq yaşayırsınızsa, bəlkə ola bilər ki, qarşıda imtahanlar gəlir, attestasiyadır. Bu saat müəllimləri ən çox qorxudan bir və gərginlikdə, həyəcanlandıran səbəblərdən biri budur ki, insanlar bilmirlər ki, bu attestasiyanın sonu nə ilə nəticələnəcək. Çünki burada bir təhlükə var ki, sanki mən işimi itirə bilərəm, mənim həyatımın ritmi dəyişə bilər, bu işi itirərəmsə nə baş verəcək? Artıq qeyri-müəyyənlik var. Baxın, insanda qeyri-müəyyənlik yaranırsa, təşvişin yaranma ehtimalı böyükdür. Ona görə bu halda vəziyyətlə əlaqəli yaranmış təşviş, həyəcan məsuliyyətdən irəli gələn bir həyəcandır. Çox vaxt insanı əksinə stimullaşdırır hazırlığa. Amma əgər siz görürsünüzsə ki, heç bir hazırlıq da edə bilmirsiniz, yəni sadə bir şəkildə oturub imtahana hazırlaşmaq sizə çətin gəlir, bu deməkdir ki, artıq sizdə təşvişli düşüncə tərzinə müdaxilə etmək lazım olacaq. Bunun üçün psixoloji konsultasiyalar kömək edə bilər. Yəni, psixoloqla danışmaq, hal-hazırda sizi qorxudan səbəbləri aydınlaşdırmaq sizə kömək edə bilər. Yəni, faydalı bir seans sayılacaq. Çünki nə qədər də olsa, sizin düşüncə tərzinizdə bir kognitiv təhrif var. Yəni, istiqamətdə biraz yanlışlıq var. Onu tənzimləsə, sizin üçün aydınlama gəlsə, siz düşüncə tərzinizi dəyişəcəksiniz başqa bir istiqamətə və rahat işinizlə məşğul olacaqsınız. Bəli, həyəcan, təşviş olacaq, çünki bu məsuliyyətdən irəli gələn bir həyəcandır, amma narahatlıq yaşamayacaqsınız. O ciddi bir şəkildə məhsuldarlığınıza təsir etməyəcək. Müsbət bir halda sizi motivasiya edəcək ki, gedim, imtahanımı verim, attestasiyamı yekunlaşdırım və həyatımı davam edim. Əks halda nəsə bir başqa cür olarsa, həyat davam edir. Yəni, mən bir başqa üsullardan istifadə edəcəm. Yəni, sizin düşüncələrinizə bir aydınlıq gəlməlidir ki, o qeyri-müəyyənlik və təhlükə sovursun. Əks təqdirdə təşvişli düşüncə tərzindən əziyyət çəkmiş olacaqsınız. Bax, ayırdınızmı? Bir var vəziyyətlə əlaqəli yaranmış təşviş və həyəcan məsuliyyətdən irəli gələrək. Vəziyyət bitəcək, yəni hadisə bitəcək, təşviş, həyəcan azalacaq. Bir də var təşvişli düşüncə tərzi. Bu məsələ bitəcək, digər bir məsələ başlayacaq, o məsələ ilə bağlı da məndə başlayacaq artıq həyəcan təbili çalınmağa. Digər bir məsələ olmayacaq, yaxınlarımın, övladlarımın, yoldaşımın, bacımın, atamın, anamın fərq etmir. Onların həyatları ilə bağlı olan bir hadisələri beynimdə müxtəlif bir fona gətirirəm və onunla əlaqəli təşviş, həyəcan keçirirəm. Bu bir başqa istiqamətdir. Üçüncü istiqamətdə artıq təşviş, həyəcan pozuntusudur ki, hansı ki artıq dediyim kimi xəstəliklərin beynəlxalq təsnifatına daxildir və burada təkcə psixoloq deyil, yəni bu yetərli deyil. İnsanda bu pozuntu artıq aşkarlanırsa, yəni klinik psixoloq hətta sizdə bu əlamətlərə görə təşviş, həyəcan pozuntusunu ehtimal edirsə, sizi yönləndirməlidir həkim, psixoterapevtə və yaxud da ki, psixiatra. Çünki həmin o emosional fon həddindən artıq yüksəkdirsə, siz aydın şəkildə özünüzdə təhlil etmə qabiliyyətini aşağı endirəcəksiniz. Yəni, siz rahat şəkildə analiz apara bilməyəcəksiniz. Sizinlə rahat söhbət etmək mümkün olmayacaq. Ən azından bir müddət medikamentoz müalicə metodundan istifadə edə bilərsiniz. Amma əgər paralel psixoterapiya aparılarsa, əks təqdirdə bütün bu dərmanlar, dediyim həmin o asıllığınızı gücləndirəcək, sizi dərmanlardan asılı edəcək, bu əlamətləri sanki siz gizlədəcəksiniz, bastıracaqsınız və bir müddət sonra dərman unudularsa, dərmanın təsiri keçərsə, həmin o əlamətlər daha güclü və şiddətli şəkildə özünü büruzə verəcək. Ona görə də, əziz xanımlar və bəylər, əgər hal-hazırda təşviş, həyəcan pozuntusundan
şübhələnirsinizsə, yaxşı olar ki, ilkin diaqnostika yazılasınız, yəni fərdi şəkildə. Digər bir hallarda, əgər xroniki olaraq daimi təşviş, həyəcan yaşayırsınız, beyninizə min cür fikirlər gəlir, onun narahatlığını yaşayırsınız, işlərinizlə əlaqəli həyəcan yaşayırsınız, yoldaşınızla bağlı, münasibətlərlə bağlı ağlınıza min cür fikirlər gəlirsə və bu fikirlər artıq söz-söhbətə səbəb olursa, deməli gündəlik həyatınıza, həyatınızın keyfiyyətinizə təsir edən bir faktordur. Bu zaman yaxşı olar ki, psixoloji konsultasiyaya müraciət edəsiniz. Əslində mənim hal-hazırda, yəni insanlarla işlədiyim bu müddət ərzində bunun üçün bir neçə təkliflərim olur. Birinci təklif odur ki, aydın məsələdir ki, insan şəxsi terapiya almalıdır. Fərdi şəkildə ilkin diaqnostikadan sonra səbəblər müəyyən olunduqda insan özü biləcək. Artıq bir aydınlama gəlir ki, mən hansı istiqamətdə hərəkət etməliyəm, nə etməliyəm və məndə olan bu vəziyyət nə ilə əlaqəlidir? Yəni səbəb və nəticələr aydınlaşandan sonra insan bir tədbir görməyə başlayır. Ya şəxsi terapiyasına davam edir, kognitiv davranış terapiyası ilə təbii ki. Terapiyanın ümumiyyətlə metodu barədə də ilkin diaqnostikadan sonra hardasa bir ehtimal edib bir hədəf kimi bir istiqamətə başlamaq olar. Digər bir halda bunun üçün qrup terapiyaları mövcuddur. Yəni sən tək deyilsən, səninlə bərabər bir başqa insanlar da var ki, bu vəziyyətdən narahatdırlar və bunun da qrup terapiyası formatında terapevtik görüşlər keçirməklə tədricən insan öz vəziyyətinə düşüncələrini belə dəyişə bilər və mənim hal-hazırki duruma qarşı münasibətim dəyişərsə, məndə bu əlamətlər tədricən azalmağa doğru gedəcək, güclənməyə doğru deyil. Digər bir halda hər hansısa bir günlük, 2 günlük relaksasiyalar, bunlar müvəqqəti təsir bağışlayacaq bir hallardır. Yəni onlardan da istifadə edə bilərsiniz. Yəni təbii ki, meditasiyalar etmək, təmiz havada gəzmək, insanlarla görüşmək, vaxt keçirmək, diqqəti yayındırmaq, bunlar köməkçi vasitələrdir. Amma əgər siz düşüncələrinizə aydınlıq gətirməsəniz, onların tərzinə, münasibətlərinizin modelinə baxış keçirməsəniz, dərindən bir işlər görməsəniz, vəziyyət olduğu kimi davam edəcək. Bu hallar, belə deyək də, psixoloji səbəb olaraq aradan qaldırılmalıdır ki, siz öz həyatınızın gözəlliyindən, özəlliyindən zövq alaraq yaşayasınız. Həm münasibətlərdə insana yaxşı təsirdən faktorlar üzə çıxacaq ki, siz sanki gündəlik həyatın gözəlliyini sanki görə bilmirdiniz və əlbəttə ki, həyatınızdakı işlərə belə təsir göstərəcək. Yəni bu halları aradan qaldırmaq olar. Yaxşı xəbər budur ki, psixoloji bir problem varsa həll olunandır. Digər bir hallarda şəxsiyyət pozuntusu varsa, yəni psixozlar varsa, aydın məsələdir ki, onlar bir dəfəlik həll olunmur. Yəni müalicə dedikdə burada yalnız insan öz düşüncələrini daimi şəkildə korreksiya edərək öz həyatını rahatlaşdıra bilər. Təkcə dərmanlar deyil, aydın məsələdir ki, daimi şəkildə insan öz davranışına diqqət yetirməlidir ki, vəziyyət o pik həddə gəlib çatmasın. Həm yaxınlarınızla münasibətlərdə, həm özünüzlə daxili hüzur əldə etmək üçün daimi nəzarət aparılmalıdır. Sizin düşüncələrinizə olan nəzarət. Digər bütün narahatlıqlar, yəni nevroz müalicə olunan bir vəziyyətdir. Mən hələ öz təcrübəmdən sizə məlumat verməmişəm. Bu da canlı görüşlərimizdə, əyani şəkildə keçirdiyimiz görüşlərdə bu barədə danışa bilərəm. Hələlik təklifim nə olacaq sizə? Dediyim kimi, əgər siz təşviş, düşüncə pozuntusundan şübhələnirsinizsə, yaxşı olar ki, ilkin diaqnostikaya gələsiniz ki, biz bunun üçün aydınlaşdıraq, hansı istiqamətdə hərəkət etmək lazımdır. Digər bir təklifim də odur ki, ailə münasibətlərində, cütlük seanslarında da bu hallar müşahidə olanda çox vaxt biz şəxsi terapiyaya da davam edirik, yəni cütlük seanslarla paralel olaraq. Digər bir halda isə artıq işgüzarlıq mühitində gərginlik yaşayan mütəxəssislərə bu aiddir. İnsan təşvişə görə, həyəcana görə özünü doğru bir formada ifadə edə bilmir. Yəni ictimai yerlərdə çıxış etmək, kamera qarşısında danışmaq, təlimlərdə iştirak etmək, dəvət olunan yerlərə rahat getmək,
orada özünüzü belə deyim də təqdim etmək, danışmaq, işgüzar əlaqələr qurmaq, tanışlıq keçirmək, bu hallarda sizdə çətinlik yaşanırsa, sosial fobiyanın 5 seanslıq terapiya kursu olaraq sizə təklif edə bilərəm. Burada bir başqa çıxış yolu yoxdur və əgər bu terapevtik kursa yazılsanız, istəsəniz fərdi şəkildə edə bilərsiniz. Çünki sosial fobiyadan əziyyət çəkən insanlar çox vaxt qrup şəklində iştirak etməkdən çəkinirlər. Amma əslində o da daha çox faydalıdır ki, siz tək deyil, bir neçə insanın qarşısında danışmağa başlayırsınız və bu psixoloji bariyeri tədricən aşırsınız. Amma çox ağır bir durumdursa, yəni heç cürə, hətta bu saat misal üçün bizim psixoterapiya mərkəzimizə yazmağa belə çəkinirsinizsə ki, mən indi müraciət edimmi yoxsa yox, bu o deməkdir ki, etməlisiniz, nəyin bahasına olursa olsun. Ən azından fərdi diaqnostikaya gəlməlisiniz, fərdi şəkildə bu terapiya kursunu almalısınız. Sonraki növbəti etapda artıq qrup şəklində də iştirak edə bilərsiniz, kamera qarşısına çıxıb danışa bilərsiniz. Amma dediyim odur ki, başqa yolu yoxdur və bu kursu keçən hər kəs bu psixoloji bariyerləri aşmağa nail olur. Yaxşı xəbər də budur. Belə, bugünlük də demək istədiyim bunlar idi. Hər hansı bir sualınız olarsa, bizim psixoterapiya nömrəmizi bilirsiniz. Ora müraciət edin. İstər fərdi, istər qrup şəklində kurslarımıza qatılın ki, həyat keyfiyyətinizi artırmağa doğru gedəsiniz. Hər birinizə xoş, huzurlu bir həyat arzu edirəm. Görüşərik.